Gəncədə 48 min şüşə butulkasından tikilmiş ev. Gəncədə yerləşən bu iki mərtəbəli ev 1966-cı, 1967-ci illərdə şəhər sakini İbrahimov Cəfər tərəfindən tikilib. Evin divarları müxtəlif ölçü və formalı şüşə butulkalardan, həmçinin də Soçidən gətirilmiş rəngli daşlardan yığılıb. Tikintidə ümumilikdə 48 min şüşə butulka istifadə olunub. Cəfərov bu evi 2-ci Dünya müharibəsi zamanı itkin düşmüş qardaşı Yusif Cəfərovun xatirəsi üçün inşa etmişdir. Evin ön hissəsində damın altındakı böyük portret də məhz ona həsr olunub. Bəs niyə məhz şüşə butulkaları? Çünki Sovet dövründə şüşə taraları ən əlçatan materiallardan biri idi. Həmçinin butulkalar burada sadəcə tikinti materialları kimi yox, mozaika və naxış yaratmaq üçün istifadə olunub. Bu evdə bir də gizli, amma çox güclü bir detal var. Divarda butulkaların dibi ilə Gəncə sözü yazılıb. Habulki o dövrdə şəhərin rəsmi adı Kirovod idi. Bu ev yaddaşdan, itkidən və kimlikdən tikilmiş bir